Biraz daha kompleks modelle karşınızdayım. Narahat olmayın ama çok rahat bir çekim üsulu var bunun da. Yine eyni metodika nasıl istifade edirik? Yani eyni yolu izleyerek çekimimizi edirik. Mesela burada ilkin olarak originlar təyin etmək lazımdır. Mən burada fərqli nöqtələr qeyd etmişəm. Burada gördüyünüz kimi məsləhət görərdim ki, origininizi buradan qeyd edib, buradan başlayaraq çəkiminizi edib, daha sonra buranı tamamlayıb bura gəlməkdir. Tam origina gəlməkdir yenidən. Hemen başlayaq çəkmə. Əvvəlcə buranı yaxınlaşdırıram. Dediyim kimi ilk öncə figuru oxşatmağa çalışın. Ölçü verməyə ehtiyac yoxdur. Gəlirəm line-a keçid eləyirəm. Daha sonra figurumuzu çəkirəm. Tez bir şəkildə figurumuzu çəkirəm. Bu şəkildə yuxarı qaldırıram. Bu şəkildə. Buranı tamamladım. Daha sonra bura gəlirəm. Burada gördüyümüz kimi bir bucaq altında olan line var. Gəlirəm bir bucaq altında olan line'ımıza girirəm. Daha sonra bir də bucaq altında olan line'ımız var. Gəlirəm burada yenə bucaq altında olan bu qırıq-qırıq xətt çıxdı. O zaman bitirirəm line'ımı. Çünki bu o deməkdir ki, originla eyni horizontallıqda olduğu bildirir. Yəni bu qırıq-qırıq xətt. Bura qoyuram. Daha sonra originuma gətirib birləşdirirəm. OK basıram, bitdi. Əgər ola bilər dediyim kimi buradan line'ı biraz uzada bilərsiniz. Bu şəkildə olar. Səhvliyi ilə gələr. Heç bir problem yoxdur. Gəlin line'ınızı hər zaman tamamlayın. Edib onu təzədən yuxarı çəkməyin heç vaxt. Tamamlayın. Sonra bu xəttə klik eləyib gəlin horizontal deyin. Vəssalam. Gələcək yenə eyni vəziyyətinə düşəcək və rahatlıqla Smart Dimensionlarınızı verə bilərsiniz. Smart Dimensionları verməmişdən öncə dediyim kimi bütün shape'ləri bənzətmək lazımdır. Burada 2 dənə circle var. Bunları da çəkək. Gəlirəm, həmən circle-a girirəm. Burada bir dənəsini çəkirəm və burada bir dənəsini çəkirəm. Random yerlərdə, yəni fərqi yoxdur. Bunu burada da çəkə bilərsiniz. Yəni burada da qeyd edə bilərsiniz. Yəni içəridə qeyd etməyiniz daha məntiqli olar təbii ki. Amma ölçü verməyin. Hələ ölçü verməyə ehtiyac yoxdur. Əvvəlcə shape-i uyğunlaşdırın. Gəlirəm Smart Dimensionlarımı bir verirəm indi. Bu gördüyümüz ölçü 70 olacaq. Smart Dimension'a gedirəm. Bu 70 ölçüsünü verməmişdən öncə gəlib bu 25-dən başlaya bilərik. Buranı 25 olaraq qeyd eləyək. Avtomatik olaraq shape alacaq. Daha sonra 45 ölçüsü var. Bu xəttdən bu xəttə qədər olan ölçünü 45 verirəm. Daha sonra 70 ölçüsü var. Bu nöqtədən və ya bu xəttdən də deyə bilərik. Bu xəttdən bu xəttə qədər olan məsafə 70 olaraq qeyd edirik və bu şəkildə. Soldakı ölçülərimizi tamamladıq. İndi yuxarı keçək. Buranın gördüyünüz kimi horizontallıq ölçüləri var. Bunları bir-bir girək. Gələk buranı 20 olaraq qeyd eləyək. Daha sonra irəliləyirəm. 30 olaraq buranı qeyd eləyirəm. Daha sonra kiçik bir line'ımız var burada. Əgər shape pozulursa, hətta bu şəklə gəlirsə, narahat olmayın. Gəlin pozulan shape hansıdırsa tutun, çəkin. Çəkin, düzəldin. Yəni rahat və sərbəst şəkildə işləyin. Yəni bu şəkildə belə olsa narahat olmayın. Gəlin tam bu ucundan tutun, bu şəkildə düzəldin. Bitdi. Yəni gözünüzdə çox böyütməyin. Yəni, nə qədər kisilsəniz gözünüzdə və daha rahat idarə etməyə çalışsanız, çox rahatlıqla çəkmə edəcəksiniz. İstədiyiniz kimi hərəkət elətdirin, sınayın, daha rahat necə çəkə bilərəm. Özünüzün metodikasını, özünüzün çəkim stilini daha rahat anlamış olarsınız və daha rahat qavramış olarsınız bu şəkildə. Gedirəm Smart Dimension'a yenə. Gəlirəm line'ı seçirəm. 25 qeyd eləyirəm. Bu şəkildə ölçülərimi verirəm. Daha sonra burada gördüyünüz 55 ölçüsü var. Bu ölçünü girəcəm indi. Gəlirəm. Horizontal deyil, vertikal da deyil. Bu şəkildə ölçülər deyil. Direkt olaraq bu şəkildə diagonalına ölçü var bunun. Gəlirəm diagonalına gəlirəm. Əgər tutmaqda çətinlik çəkirsinizsə, bu diagonalına elədiyiniz zaman tutmaqda çətinlik çəkirsinizsə, mouse-da sağ klik eləsəniz kilitləyəcək göstərisi var orada. Sağ klik eləyirəm mouse-u və kilitləyir. Artıq mən yuxarı getsəm də, aşağı getsəm də, sağa, sola getsəm də bu sadəcə bu pozisiyada olan dimensionu verir. Bu sağ klik elədiyim zaman avtomatik olaraq kilit bağlandı.
indi mən eləyə bilirəm. Məsələn, bunu horizontallıqda eləyək. Gəlirəm horizontallığa, sağ klik edirəm və kilitlənir. Artıq vertikala keçə bilmirəm. Bir dəfə də kilidi basıram. Daha sonra yenə bunu vertikallıqda eləyə bilirəm. Yenə kilitlənir bu şəkildə. Biz bu şəkildə ölçünü verək. 55 olaraq qeyd eləyək. Daha sonra bizim burada gördüyümüz çevrələrin ölçüsü var və aşağıda olan çevrələrin positionları var. Positionlara fikir verməyin, yəni locationlara hal-hazırda fikir verməyin. Hal-hazırda çevrələrin ölçüsünü verib bu dərəcəni verəcəyik. Çevrələrin ölçüsünü girək. Bura klik eləyək. Dediyim kimi bu diametri göstərir. Onun üçün 5 deyil 10 olaraq qeyd etməmiz lazımdır. Yenə buradan gəlib 20 ölçüsünü qeyd etməmiz lazımdır. Bu şəkildə. Daha sonra buranın ümumi ölçüsünü görə bilirik və qeyd edə bilirik istəsək buradan. Əvvəlcə gələk bu bucağı göstərək. 60 dərəcə olan bucağı göstərək. Bucağı necə göstərəcəyik onu deyək. Smart Dimension'a çıxmağa ehtiyac yoxdur. Sadəcə bu line-a klik edirsiniz. Daha sonra bu line-a klik edirsiniz. Yəni bucaq altında olan line-la horizontal olan line-a klik elədiyiniz zaman avtomatik olaraq bucaq çıxır arasında. Buradan 60 dərəcəni rahatlıqla verə bilərsiniz. Məsələn, burada vermişsiniz bütün ölçülərin nəyin sabit olmadığını görmək istəyirsiniz. Gördüyünüz kimi hərəkət eləyir. Tutub da artıram. Rahatlıqla nəyin sabit olmadığını görə bilirəm. Buradan istəsəniz bu ölçüləri cəmləyib verə bilərsiniz. Gəlirəm bura. Bu line-a klik eləyirəm. Burada yəni beyninizdə ölçüləri hesablayıb, yəni cəmləyib bu şəkildə də yaza bilərsiniz. Amma məsləhət görmürəm. Niyə? Çünki işdə ola bilər ki 7-ci saatdasınız və beyniniz çox yorulub. Səhv etmək imkanınız çox yüksək olur. Onun üçün məsləhət görürəm ki, riyazi hesablamaların hamısını SolidWorks-da eləyəsiniz. Ən sadə riyazi hesablama olsa belə, vərdiş olsun deyə bütün hesablamanı burada edin. Hesablamanı necə eləyirik? Excel-dən heç bir fərqi yoxdur və ya Calculator-dan heç bir fərqi yoxdur. Məsələn, 50 plusu girirəm, sonra 30, daha sonra yenə plus, daha sonra yenə 55. Enter bastığım zaman avtomatik olaraq bu ölçünü cəmləyir mənim üçün 135 olaraq qeyd edir. Və mənim birinci çəkdiyim figur fully defined olur. Qaldı bu ikinci və üçüncü. Bunların locationlarını bəlli eləmək. Gördüyünüz kimi hərəkət elətdirə bilirəm, amma böyüdüb kiçildə bilmirəm bunları. Hərəkət elətdirə bilirəm, çünki locationları tam olaraq verilməyib origindan. Gələk baxaq buna. 20 ölçüsü verilib burada gördüyümüz kimi. Hətta buranı yaxınlaşdıraq. 20 və 35 verilib. Daha sonra bunlar arasında məsafələr verilib. Məsələn 50, 30 bunlar arasında. Buradan bura qədər 55. Bunları girə bilərik. Həmən gələk verək birinci burada gördüyümüz vertikal ölçüləri. Smart Dimension'a keçid edirəm. Səhvliklə sketchdən çıxdım. Bir dəfə klik edirəm. Sketch açıram yenidən. Smart Dimension tam mərkəzindən bura qədər olan məsafə 20 olaraq qeyd edirəm. Daha sonra digərində mərkəzindən line-a qədər olan məsafəni seçirəm. Bunu da 35 olaraq qeyd edirəm. Bu şəkildə. İndi bunların vertikal olaraq heç bir hərəkət eləyə bilməyəcəyini görürük. Amma horizontal olaraq hərəkət edir gördüyünüz kimi. Yəni horizontallığı bəlli deyil hal-hazırda. Smart Dimension seçib horizontallıqda 50 ölçüsünü vermək lazımdır. Origins nöqtəsini seçirəm və bunun tam mərkəzindən məsafəni vermək üçün tam mərkəzini seçirəm və gəlirəm bu şəkildə horizontal ölçümü verirəm. 50 ölçüsünü girirəm. Artıq bu gördüyünüz bu birinci çevrə tamamilə fully defined oldu. Mavidən qaraya keçdi. Hərəkət elətdirə bilmirəm heç cür. İndi ikinciyə keçək. İkincidə yenə buradan 30 da verə bilərik və ya 55 də verə bilərik. İkisini birdən verməyə ehtiyac yoxdur. Çünki 30'u versək, avtomatik olaraq buradan bura qədər olan məsafə 55 olacaq. 55'i versək, buradan bura qədər olan məsafə 30 olacaq. Biz 30'u verək. Bunlar arasındakı məsafə olsun 30. Və beləliklə modelimizi fully defined edib və düzgün formada çəkimin etdik. Hansısa bir şey dəyişmək istəsək, rahatlıqla tez-tez dəyişə bilərik. Bu modelimizdə bu şəkildə keçək bir sonraki modelin çəkiminə.